Prizma. Paralel müstəvilər üzərində yerləşən iki bərabər çoxbucaqlı və bu çoxbucaqlıların uyğun nöqtələrini birləşdirən bütün parçalardan ibarət fiqur prizma adlanır. Məsələn, burada bir dənə prizma çəkmişik uşaqlar. Prizmada fərz eləyin ki, paralel müstəvilərdir. Bu formada. İki dənə paralel müstəvidir. Birinin üzərində olan fiqurun, məsələn, bax bu üçbucağın, digər müstəvi üzərində olan eyni üçbucağın təpə nöqtələri ilə birləşməsindən yaranan fiqurun adına nə deyəcəyik? Prizma deyəcəyik. Əslində bunu keçən dərsdə demişdim sizə. İki dənə paralel müstəvidir. Birində hansısa bir fiqur çəkirəmsə, digər müstəvidə də eyni fiquru çəkməliyəm və bu fiqurların təpə nöqtələrinin birləşməsindən alınan fiqura deyəcəyik nə? Prizma. Prizma üçün görək başqa nələr bilirik? Çoxbucaqlılara prizmanın oturacaqları, oturacaqların uyğun təpələrini birləşdirən parçalara prizmanın yan tilləri deyilir. Yan tillərdən keçən müstəvi hissəyə prizmanın yan üzləri deyilir. Məsələn, gəlin buradakı bu prizmanı adlandıraq. A, B, C. Biri də olsun A1, B1, C1. İndi orada dediklərini burada bir-bir göstərək. Oturacaqdakı fiqurlar hansılardır? Üçbucaqlar. ABC üçbucağı, bir də A1, B1, C1 üçbucağı. Bu prizmanın oturacaqları adlanır. Sonra təpə nöqtələrini birləşdirən A, A1, B, B1, C, C1 parçalarına nə deyəcəyik? Prizmanın yan tilləri. Sonra uşaqlar, yan üzlərdə olan A, A1, C1, C, sonra C, B, B1, C1, bir də arxa üzdə A, A1, B1, B. Bunlar da olacaq bu prizmanın yan üzləri. Başa düşə bilirik də hələ ki, tanışdıqdır. Sonra növbəti cümləyə görək nə deyir? Prizma oturacaqdakı çoxbucaqlıya uyğun adlandırılır. Bu nə deməkdir uşaqlar? Oturacağı üçbucaq olan prizmanın adına deyəcəyik üçbucaqlı prizma. Oturacağı dördbucaq olan prizmanın adına deyəcəyik dördbucaqlı prizma. Oturacağı n-bucaqlı olan prizmanın adına n-bucaqlı prizma deyəcəyik. Aydındır da bu hissəsi də. Keçirəm digər məlumatımıza. Prizmanın bir üzə aid olmayan təpələrini birləşdirən parçaya prizmanın diaqonalı deyilir. Uşaqlar, indi buradakı bu üçbucaqlı prizma da diaqonal yoxdur. Amma, məsəl üçün, bu şəklə baxın. Bu şəkildə diaqonal, bir üzə aid olmayan təpələr. Məsəl üçün, A1 ilə C, fikir verirsinizmi? A1 ilə C ortaq üzə malik deyil. Onda bunu birləşdirən xəttin adına biz nə deyəcəyik? Diaqonal. Başqa diaqonal da deyə bilərsinizmi? Məsəl üçün, C1 ilə A. Sonra B1 ilə D deyə bilərsiniz. Məsəl üçün, B1 ilə C demək olarmı? B1 ilə C olmaz. B1 ilə C eyni üzdə yerləşən təpələrdir. Aydın olurmu? Və onun adına nə deyəcək? Yan üzün diaqonalı. Aydındır? Nəsə deyirdim Məhəmməd? A1 ilə D. Bəli, bunu da demək olar. A1-dən D-yə çəkdiyimizdə deməli, nə sayılır? Diaqonal sayılır. Amma A1 ilə Y-ni çəksəm, olmaz, bu olur yan üzün diaqonalı. Başa düşdüyüm bu hissələri? Tamam, davamı gəlir. Prizmanın bir üzünə aid olmayan iki yan tilindən keçən müstəvi onun diaqonal kəsiyidir. Məsəl üçün, bu şəkildə A1 ilə C1 eyni üzdə olmayan tillərdir. Onda bu tillərdən keçən müstəvi nə sayılır uşaqlar? Diaqonal kəsiyi. Başqa diaqonal kəsiyi də deyə bilərsinizmi? Məsəl üçün, birini mən deyirəm. B ilə D-ni birləşdirdim, fərz edin ki. Bax, bu B ilə D-ni birləşdirdim. Bir də B1 ilə D1-i birləşdirdim. İndi yaranan hansı dördbucaqlı yarandı? B, B1, D1, D. Bax, bu dördbucaqlının adına biz nə deyəcəyik? Yenə diaqonal kəsiyi. Çatırmı? Başqa birini də göstərək istəyirsiniz. Tutaq ki, Y ilə C-ni birləşdirmişəm. Oturacağın Y ilə C təpələrini birləşdirmişəmsə, üst oturacağında Y1, C1 təpələrini birləşdirirəm.
Nəticədə yaranan Y, Y1, S1, S düzbucaqlısı yenə olacaq diagonal kəsiyi. Başa düşdünüzmü? Tamam. Davam edirik, görək növbəti nə məlumatımız var. Yan tilləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma adlanır. Demək ki, düz prizma bütün yan tillərinin oturacağa perpendikulyar olanıdır. Məsələn, bu prizmanın düz prizma olması üçün YY1 oturacaq müstəvisinə perpendikulyar olmalıdır. Həmçinin DD1 perpendikulyar hər iki tərəfə doğru. Sonra AA1 də perpendikulyar olmalıdır. S1S də perpendikulyar olmalıdır. Bir sözlə, bütün tillər oturacaq müstəvisinə perpendikulyardırsa, onda bu prizmanın adına deyəcəyik düz prizma. Amma müəyyən bir bucağı əmələ gətirirsə, fikir verin, yazmışıq. Perpendikulyar olmayan prizma isə, yəni yan tilləri oturacaq müstəvisinə perpendikulyar deyilsə, bunun adına nə deyəcəyik? Mail prizma. Məsələn, bax, burada çəkdiyimiz bu iki dənə şəklə fikir verin. Birincisi düz prizmadır. Çünki bütün tillər oturacaq müstəvisinə perpendikulyardır. İkincisi isə mail prizmadır. Çünki bax, bu yan til oturacaqla müəyyən bir bucaq əmələ gətirir. Çatırmı danışdığıma uşaqlar? Tamam. Sonra davam edirik. İndi aşağıda da bu şəklin bütün incələməsini vermişik uşaqlar. Nələrdir? Adı nədir? Fikir verirsinizmi? 5 bucaqlı prizmadır. Oturacaq 5 bucaqlıdır. Onda bunu adlandırsam ABCD'yi oturacağı tam oxuduq. Bir də üst oturacağı ardıcıl oxuyursunuz. A1, B1, S1, D1, Y1. Çatırmı? 10 dənə təpə nöqtəsi var. Sonra uşaqlar ABCD'yi və A1, B1, S1, D1, Y1 prizmanın oturacaqlarıdır. A1, B1, S1, D1, Y1 yan tillərdir. Fikir versiniz, hamısı bir-birinə bərabərdir. Sonra yan üzləri yazmışıq. Sizcə yan üzləri nələrdir? A1, Y1, Y. Sonra ola bilər A1, B1, B. Sonra B1, S1, S arxa üzdür. Sonra S1, D1, D. Bir dənə var, öndə olan D1, Y1, Y. Bunların hamısının adına deyirlər yan üzlər. Sonra düz prizmanın yan üzləri düz bucaqlı olur. Düz prizmanın, başa düşə bilirsiniz bu cümləni? Məsəl üçün, əgər bu düz prizmadırsa, çəkdiyimiz bu şəkil düz prizmadırsa, onda Y1, D1, D düz bucaqlı olacaq. Axı buralar 90'dır dedik. Bax, buralar 90'dır. Amma mail prizma olsaydı, mail prizmada artıq bu 90'lar olmayacaq axı. Mail prizmada üzlər olur parallelogram. Bunlar çox önəmlidir uşaqlar. Növbəti məlumatım gəlir. Yazmışıq ki, A1C diagonaldır. Bunu bayaqlar danışdım onsuz da. A1C diagonaldır. Eyni üzdə olmayan iki təpəni birləşdirən xəttir. A1, S1, S diagonal kəsiyidir. Onu da yenə bayaqlar danışdım. Düz prizmanın diagonal kəsiyi həmişə düz bucaqlı olacaq. Mail prizmanın diagonal kəsiyi isə parallelogram olacaq. Uşaqlar, bu giriş hissəsində sizə aydın olmayan nəsə oldu mu? Hamısı başa düşüləndir? Tamam. Davam edirik, görək başqa nələrimiz var. Tərif. Prizmanın oturacaq müstəviləri arasındakı məsafəyə onun nəyi deyilir? Hündürlüyü deyilir. Yadınızda qalsın ki, əgər prizma düz prizmadırsa, onda yan til elə onun hündürlüyünə bərabərdir. Amma mail prizmada bu belə olmur. Mail prizmada hündürlük tillə üstə düşmür, kənara düşür. Çatırmı demək istədiyim? Çünki müəyyən bir bucaq altındadır. Əyilibdir elə bil ki. Sonra növbəti tərif gəlir. Mail prizmanın yan tilinə perpendikulyar müstəvi ilə kəsiyi onun perpendikulyar kəsiyi adlanır. Bax, məsəl üçün, bu şəkilə baxın uşaqlar. Gördüyümüz bu şəkildə
Bu ştrixlənmiş hissə, bu rənglənmiş hissə perpendikulyar kəsikdir. Perpendikulyar kəsiyi belə başa düşün. Deməli, bunların üçü də nədir uşaqlar? Paralleqramdır. Əgər bu paralleqramların eyni nöqtədən hündürlüklərini çəksək, paralleqramın hündürlüyü var axı. Bunların hamısı 90 dərəcədir. Onda yaranan bu fiqurun adına biz nə deyəcəyik? Perpendikulyar kəsik. Aydın olur? Perpendikulyar kəsik yan üzlərin hündürlüklərinin əmələ gətirdiyi fiqurdur. Qeydimiz var, görək nə deyir. Deyir, perpendikulyar kəsikdəki çoxbucaqlının tərəfləri mail prizmanın yan tilləri arasındakı məsafədir. Yan tillər arasındakı məsafə ilə dediyim kimi həmin üzün nəyi olur? Hündürlüyü olur. Çünki məsafədir. Çatırmı? Tamam. Növbəti məlumatım gəlsin. Tərif. Oturacağı düzgün çoxbucaqlı olan düz prizmaya düzgün prizma deyilir. Yəni, bir prizmanın düzgün prizma olması üçün 2 dənə şərt ödənməlidir. Birinci şərtimiz nədir? Oturacaqdakı fiqur düzgün olmalıdır. Yəni, bərabər tərəfli 3 bucaq, sonra düzgün 4 bucaqlı, düzgün 5 bucaqlı və s. İkinci bir şərtimiz nədir? Bütün yan üzlər oturacaq müstəvisinə perpendikulyar olmalıdır. Yəni, düz prizma olmalıdır. Bu halda prizmanın adına biz nə deyəcəyik? Düzgün prizma deyəcəyik. Davam edirik. Qeydimiz var. Düzgün üçbucaqlı prizmanın, yəni bərabər tərəfli üçbucaq, düzgün dördbucaqlı prizmanın oturacağı nədir? Kvadratdır. Aydın oldu da bu, yenə dediyimiz şeydir. Sonra, bu düsturlar mən keçən dərsdə demişdim sizə. Prizmanın üzlərinin sayı. Niyə n üstəgəl 2 uşaqlar? N dənə bunun yan üzü var. Bəs plus 2 nəyi bildirir? Bir aşağını, bir dənə də yuxarını. Ona görə n üstəgəl 2 olacaq. Tillərin sayı 3n'dir. Yadınızda qalsın ki, niyə 3n olur? Çünki n dənə yuxarıda til var, n dənə aşağıda til var, n dənə də bunları birləşdirən til var. Hiss elədinizmi? 3 dənə n dedim. Məsəl üçün, dördbucaqlı prizma üçün 4 dənə tərəf yuxarıda var, 4 dənə tərəf aşağıda var, 4 dənə də xətt bu təpələri birləşdirir. Nəticədə 3 dənə 4 dedim sizə. Çatdı mı? Ona görə düstur olur 3n. Təpə nöqtələrinin sayı 2n'dir. Bunu da dərk eləyək. Təpə nöqtələrinin sayı 2n'dir. Yuxarıda da n dənə təpə var, aşağıda da n dənə təpə var. Nəticədə 2n sayda təpə yaranır. Diaqonallarının sayı n vurulsun n çıxı 3'dür. Uşaqlar, normalda diaqonal sayı düsturu müstəvi fiqurlarında n vur n çıxı 3 bölünsün 2 idi. Amma burada bölü 2 yoxdur. Bölü 2 olmamasının səbəbi bilirsinizmi nədir? Bilirsinizmi nədir? Məsəl üçün, A1-C diaqonalı çəkmişəmsə, AC1 diaqonalı da çəkə bilirəm. Aydın oldu mu? Bax, normalda müstəvi fiqurlarında AC diaqonalı ilə CA diaqonalı fərqlilik yaratmırdı deyə biz düsturu 2'yə bölürdük. Amma burada A1C başqa bir diaqonaldır. Bunu deyəsən 2 dəfə yazmışam. Biabır oldu mu aşağılar? A1C bir dənə yazmaq istəmişəm. AC1, ay sağ ol. A1C başqa diaqonaldır. AC1 başqa diaqonaldır. Ona görə burada bölü 2 yoxdur. Bəli, bu düsturu yazanda n böyükdür 3. N böyükdür 3 yazmalıyıq. Yəni 3-dən böyük olan, tərəf sayı 3-dən böyük olan fiqurlarda diaqonal və diaqonal kəsikləri var. Çatırmı danışmaq istədiklərim? Diaqonal kəsiklərin sayı isə n vur n çıxı 3 bölü 2'dir. Çünki diaqonal kəsiyini yaradan nədir ay uşaqlar? Diaqonal kəsiyi yaradan oturacaqdakı fiqurun diaqonallarının sayıdır. Oturacaqda neçə dənə diaqonal varsa, bir o qədər də nəyi var? Diaqonal kəsiyi var. İnşallah ki, dediklərimi başa düşə bilirsiniz. Növbəti görək nə gəlir? Prizmanın yan səthi və tam səthi.
Prizmanın yan səthinin sahələri cəminə prizmanın yan səthinin sahəsi və ya sadəcə olaraq yan səthi deyilir. Başa düşə bildinizmi uşaqlar? Bax, məsəl üçün, bir dənə prizma götürək. Tutaq ki, bu beşbucaqlı prizmadır. Bu beşbucaqlı prizmanın yan üzlərinin, 5 dənə yan üzü var axı. Hamısının sahələrini tapıb toplasaq, olacaq yan səthinin sahəsi. İndi eyni məntiqlə tam səthinin sahəsi desəydim, yenə yan səthinin sahəsi üstə gəlinsin, aşağı oturacaq, üstə gəlinsin, yuxarı oturacaq. Amma bilirik ki, aşağı oturacaqla yuxarı oturacaq eynidir. Ona görə 2 vurusu nəsə oturacaq gələcək düsturda. Bir dənə fikir verin. Tam səthinin sahəsi bir də budur. Başa düşə bildinizmi? İndi düz prizmada, bir də mail prizmada, düz prizmada, bir də mail prizmada yan səthinin sahələri düsturu necədir? Düz prizmanın yan səthi oturacağının perimetri ilə yan tilinin hasilinə bərabərdir. Düz prizmada da yan til elə nəyə bərabərdir uşaqlar? Hündürlüyə. Ona görə S yanı düz prizmada S yan bərabərdir. P oturacaq. P oturacaq. Vurulsun H kimi də başa düşmək olar. Dərk eləyə bilirsinizmi? P oturacaq, oturacağın perimetridir. H-dakı düz prizmanın hündürlüyüdür. Aydındır? Mail prizmada bəs bu necə olur? Mail prizmanın yan səthinin sahəsini tapmaq üçün perpendikulyar kəsiyini vurmalısınız yan telinə. Perpendikulyar kəsiyi nə idi? Bayaqlar dedim. Yan üzlərin hündürlüklərinin əmələ gətirdiyi fiqurdur. Perpendikulyar kəsiyi də deməli yan tilə vurursunuzsa, yan səthinin sahəsini tapırsınız. Tam səthinin sahəsini dedim sizə. Tam səthinin sahəsi nədir uşaqlar? Yan səthinin sahəsi üstə gəlinsin, 2 dənə S oturacaq, aşağı oturacaq, üstə gəl, yuxarı oturacaq. Çatdı mı? Tamam. Davam edirik. Qeydimiz var, görək nə yazmışıq. Prizmanın tam səthinə bəzən qısa olaraq prizmanın səthi də deyilir. Yəni, prizmanın səthi deyəndə nə başa düşürük? Bütün üzlərinin, sahələrinin cəmi. Bu da elə bizə nəyi verir? Tam səthinin sahəsini verir. Sonra prizma... Oturacaqlar həmişə düzgün fiqurlar olmalı. Xeyr, olmaya da bilər. Olmaya da bilər. Oturacaqlar düzgün fiqurdursa və yan üzlərdə oturacaq müstəvisinə perpendikulyardırsa, onda bunun adına düzgün prizma deyəcəyik. Aydındır? Amma bizim bu danışdığımız düzgün prizmalar üçün deyil, ümumi prizmalar üçündür. Gəl. Ümumi prizmalar üçün danışırıq. O düzgün olanları bu da bax, fikir verir bir dənə. Düzgün olanları mən ayrıca yazmışam bir-bir, danışacaq. Bu danışdığımız hələ ki ümumi haldadır. Uşaqlar həcminə baxaq. İxtiyari prizmanın həcmi, prizma necə olursa olsun, onun həcmini tapmaq üçün oturacağın sahəsini nəyə vurmalısınız? Hündürlüyünə. S oturacaq vurulsun H. Həcmi tapmaq üçün S oturacağı nəyə vurmalısınız? Hündürlüyünə vurmalısınız. Mail prizmanın həcmi perpendikulyar kəsiyi ilə yan tilinin hasilinə bərabərdir. Mail prizmanın həcmi deməli necə tapılırmış? S perpendikulyar kəsik vurulsun H. Bir növ belə başa düşün uşaqlar. Mail prizmadırsa, bütün S oturacaqların əvəzinə nə yazmalısınız? Perpendikulyar kəsik. Bax, fikir verdinizmi? Bayaqlarda nə yazdıq? Baxın. P oturacaq demişiksə, normal düz prizmada P oturacaq vurulsun L demişəmsə, mail prizmada nə deməliyəm? Perpendikulyar kəsiyin perimetri vurulsun L. Onun şəkli bu, budur. Gecikməsəydin görəcəkdim, budur. Yaxşı mı? Üzlərin hündürlüklərinin əmələ gətirdiyi fiqurdur. İndi, bunların ikisi də aydın oldu mu uşaqlar? Deməli, normal düz prizmada həcm necə tapılır dedik? S oturacaq vurulsun H.
Amma mail prizmada həcm necə tapılır? Perpendikulyar kəsik vurulsun h. Aydın oldu mu bu hissələr? Tamam. İndi bunların hər birinə biz növ-növ baxacaq uşaqlar. Birinci baxırıq düzgün üçbucaqlı prizmaya. Düzgün üçbucaqlı prizma. Nəyə bərabərdir uşaqlar? Yan səthinin sahəsini tapmaq istəyirəmsə, bir üzünün sahəsini taparam. Bir üzünün sahəsi nəyə bərabərdir? Bir üzü düzbucaqlıdır. A vurulsun h. Və bundan da neçə dənə var? 3 dənə. Ona görə düsturumuz olub 3AH. Sonra tam səthinin sahəsini tapanda yenə yan səthinin sahəsinin üzərinə nə gəlməlisiniz? Oturacaqları. Oturacaqlar da bərabər tərəfli üçbucaqdır deyə bərabər tərəfli üçbucağın sahəsi A kvadrat köşkdə 3/4 və bundan 2 dənədir. Ona görə 2 vurulsun yazmışıq. Sonra həcmini tapanda nə idi düsturumuz? S oturacaq vurulsun h. İndi oturacaq bərabər tərəfli üçbucaqdır deyə A kvadrat köşkdə 3/4 vurulsun h. Bunu bu formada əslində əzbərləməyə də bilərsiniz. Bir də baxın. Əgər buradakı bu düsturları dərk eləmişsinizsə 1, 2, 3, 4, 5 dənə. Bu düsturları bilirsinizsə bunların hamısını özünüz çıxarda bilərik. Məsəl üçün necə çıxarda bilərəm? Birincisine baxın. S yan nəyə bərabər dedik? S yan P oturacaq vurulsun nədir? H. İndi oturacağın perimetri 3A vurulsun H. Düstur oldu 3AH. Aydındır? İkincisi nə idi bəs? Tam səthinin sahəsi. S tam. 2 dənə S oturacaq. Üstə gəlsin S yan. S oturacağım A kvadrat köşkdə 3/4'dür. S yandakı 3AH'dır. Uşaqlar fikir verdinizmi? Yəni tək-tək öyrənməyə də bilərik. Əsas o ana düstur deyək adına. O ana düsturu dərk eləmişiksə, fiqur neçə bucaqlı olursa olsun, bunların hamısını biz çıxarda bilərik. Çatdı mı? Deyəsən çatdı. Davam edirik. İndi baxırıq düzgün dördbucaqlı prizmaya. Oturacağı kvadrat olan düz prizmaya düzgün dördbucaqlı prizma deyilir. Düzgün dördbucaqlı prizmada yan səthinin sahəsini tapaq birinci. Bir üzünün sahəsi AH''dır. 4 dənə yan üz var deyə oldu 4 dənə AH. Sonra tam səthinin sahəsi. İndi bu yan səthinin sahəsinin üzərinə alt oturacaqla üst oturacağı da əlavə eləməlisiniz. 2A kvadratı. Həcmini tapanda həcmi necə tapılacaq? S oturacaq vur H''dır ana düsturumuz. Yəni A kvadrat vurulsun H. Sonra diaqonalı. Uşaqlar diaqonalı nə mənada diaqonalı? Yazıram bura. Öz diaqonalı. Çünki burada iki cür diaqonal var. Üzünün diaqonalı başqadır, özünün diaqonalı başqadır. Arasındakı fərqi başa düşə bilirsiniz də. Üzünün diaqonalı, bir də var özünün diaqonalı. İndi buradakı bu D-ni tapmaq üçün görün mən nə iş görməliyəm. Təbii ki bu D fəzada bir mail kimi görünür. Fəzada mailin uzunluğunu necə tapırdıq? Həmin mailin proyeksiyasını çəkirdik. Yəni bu D-nin proyeksiyası harda olacaq uşaqlar? Oturacağın diaqonalı olacaq. İndi bura A, bura A'dırsa bu diaqonal nəyə bərabərdir onda? A köşkdə 2, hündürlük də H''dır. İndi bu üçbucağa Pifaqor tətbiq eləyin. Görürsünüzmü? Bu formada yazıb saxlamışam. Yəni oturacağın A köşkdə 2'sinin kvadratı üstə gəlinsin H kvadratı bizə verir özünün diaqonalını. Başa düşə bilirik. Nədir? Hədə 2A kvadratı üstə gəl H kvadratda. Yəni sadələşdirib birbaşa onu da yaza bilərdim. Amma onda başa düşülən olmayacaqdı. Aydındır, bu formada saxlamışam ki, bilin ki, A köşkdə 2 nədir? A köşkdə 2 nə oldu? Oturacağının diaqonalını. Sonra diaqonal kəsiyi var uşaqlar. Diaqonal kəsiyi necə qurulurdu? Bayaqlar danışdıq.
bir fiqurun diaqonal kəsiyini qurmaq istəyiriksə, oturacağının, hər iki oturacağının diaqonalını çəkirsiniz. Bura h-dır, buralar a köşdə 2-dir, burada a köşdə 2-dir, burada h-dır. İndi bu hissəni belə ştrixləyirəmsə, yaranan bu düzbucaqlının adına biz nə deyəcəyik? Diaqonal kəsiyi. İndi sizcə bu diaqonal kəsiyinin sahəsi nəyə bərabərdir? Düzbucaqlıdır deyə a köşdə 2-ni vurmalısınız h-a. Çatdı mı? Dərk elədinizmi? Başqa heç bir şeyə ehtiyac yoxdur uşaqlar. Nədir? Bunu sən belə başa düş, belə başa düş. Elə bil ki, prizma formasında bir dənə tort gətirmişik və bu tortu diaqonal boyunca kəsirik. Diaqonal boyunca kəsəndən sonra ayıranda orada yaranan səth, orada yaranan üz həmin odur diaqonal kəsiyi. Çatdı? Və yaxud bunu bəzən belə də deyirəm. Fərz elə ki, bax bu otaq, bu otaq. O otağa biz nə deyə bilərik uşaqlar? Dördbucaqlı prizma deyə bilərik də. Düzgün dördbucaqlı prizma. Eni uzunu hamısı bir-birinə bərabərdir. Bu orta hissədən bir dənə belə pərdə çəkmişik. Diaqonal boyunca belə pərdə çəkmişik. Həmin o pərdənin sahəsi olur diaqonal kəsiyinin sahəsi. Aydın oldu mu? Tamam. İndi uşaqlar, baxaq paralelepipeda. Oturacağı düzbucaqlı olan düz prizmaya nə deyirlər uşaqlar? Paralelepiped deyirlər. Bəzən paralelepipedin oturacağı romb da ola bilir, paralelogram da ola bilir. Amma əsas paralelepipeddə oturacaq nə olmalıdır? Düzbucaqlı. Həmçinin bütün üzlər nədir? Düzbucaqlıdır. Düzbucaqlıda deməli, bir təpəsindən çıxan tillərinə onun nəyi deyəcəyik? Daha doğrusu paralelepipeddə. Paralelepipedin bir təpəsindən çıxan tilləri, yəni A, B, C, bu paralelepipedin xətti ölçüləri adlanır. Yəni, tilləri yox, əslində normalda bunun adına til deyirik. Amma paralelepipeddə adına til yox deyəcəyik. Nə deyəcəyik? Xətti ölçüləri. İndi, gəlin bunun da yan səthinin sahəsini, tam səthinin sahəsini öyrənək. Birinci uşaqlar, başlayaq yan səthinin sahəsindən. Ön üzə fikir verin. Ön üz. Öndə olan üzün ölçüləri A və C-dir. Onda bunun sahəsi AC. Biri öndə var, bir də bunun paralelində olan arxa üzdə var. Ona görə AC, AC. Nəticədə bizə nəyi verdi? 2AC-ni. Üstə gəlinsin. Bir də yan üzə baxın uşaqlar. Bax, bu sağ tərəfdə olan. BC-dir ölçülər. Buranın sahəsi BC, bir də bunun qarşısında var. Yenə BC. Onda üstə gəlinsin 2BC yazacaqsınız. Bəzən də buradan 2-ni mötəzə xaricdən çıxardırlar. Amma mən çıxartmamışam ki, başa düşəsiniz ki, nə deməkdir bu? Çatdı mı? Tamam. Sonra, tam səthinin sahəsi. Bir fiqurun tam səthinin sahəsi necə tapılır dedik? Yan səthinin sahəsinin üzərinə oturacaqların sahələrini gəlməlisiniz. İndi, paralelepipeddə oturacaq fikir verin, ölçüləri A və B olan düzbucaqlıdır. Həm aşağıda AB, həm də yuxarıda AB. Ona görə bayaqki düsturun üzərinə bir dənə də 2AB gəlməlisiniz. Çatır maşallah. Dəqiq çatır. Tamam. Sonra həcm düsturuna baxaq. Prizmaların həcm düsturunun o ana düsturu necə idi? S oturacaq, vurulsun H idi. Düzdürmü? İndi oturacaq nədir? AB. Onda sahəsi olacaq AB. Hündürlüyü də ki C'dir. Ona görə həcm düsturu olur ABC. Çatırmı? Tamam. Əməlli başlı başa düşürsünüz. Sonra uşaqlar öz diaqonalını yazaq. İndi deyə bilərsiniz ki, müəllim, hər dəfəsində bunun qarşısına öz sözünü yazırsınız. Bəs niyə o vaxtı yazmamışsınız? Çünki testlərdə öz diaqonalı deyə bir şey yoxdur. Paralelepipedin diaqonalından söhbət gedirsə, paralelepipedin diaqonalı deyirsə, özünün diaqonalı, yəni içindən keçən diaqonalıdır. Amma üzünün diaqonalından söhbət gedirsə, orada yazır ki, üzünün diaqonalı filan şeydir. Şimdi çatdıra bildim. Deməli, öz diaqonalında o öz sözünü yazmır.
Üzünün diaqonalı deyəndə o üç sözünü yazır ora. Çatdı nə demək istəyirəm? İndi özünün diaqonalını tapmaq üçün oturacağın bir də diaqonalını çəkirsiniz. Əslində bundan bayaqlarda göstərdim sizə. Bura A, bura B-dirsə, onda bu oturacağın diaqonalı olur nə? A kvadrat üstəgəl B kvadrat kök altında. Bir də bu hündürlük nədir? C-dir. Burada 90 dərəcədir. Nəticədə yaranan bu üçbucağa nə tətbiq eləyin dedim? Pifaqor. Çatdı? Burada Pifaqor tətbiq eləsəz, D-nin kvadratı bərabər olacaq. A kvadrat üstəgəl B kvadratı üstəgəlsin bir də C-nin kvadratı. Aydın olur? Bu məntiqlə uşaqlar, sizə desəm ki, diaqonal kəsiyin sahəsi nəyə bərabərdir? Onda bayaq dedik, diaqonal kəsiyi necə qurulur? Aşağının diaqonalını çəkirsiniz, yuxarının diaqonalını çəkirsiniz və bu diaqonalların arasında qalan bu hissənin adına diaqonal kəsiyi dedik. İndi sizcə bunun sahəsi necə tapılar? C-ni vurmalısınız kök altında A kvadrat üstəgəl B kvadratına. Aydın oldu mu? Deba düsturumuz. Diaqonal kəsiyinin sahəsi. Tamam. Bunlar başa düşdünüzsə, artıq kub məncə çox rahat başa düşüləcək. Çünki kubda bayaq danışdığımız paralelipipeddə olan ABC-lərin hamısı bir-birinə bərabər olacaq. Hamısı elə bir ki, A-dır. Tərifinə baxaq. Bütün tilləri bərabər olan düzbucaqlı paralelpipedə kub deyilir. Bu bir növ kvadrata oxşuyur uşaqlar. Kvadrat nəyə deyilirdi? Kvadratın tərifi. Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir. Amma burada kub nəyə deyilir? Bütün tilləri bərabər olan düzbucaqlı paralelpipedə kub deyilir. Fərqi, bu uyğunlaşdırmanı başa düşə bildinizmi uşaqlar? İndi kubun bütün üzləri bir-birinə bərabər olan nələrdir? Kvadratlardır. Həqiqətən də bütün tilləri A olduğuna görə bütün üzlər olur kvadrat. İndi bunu biləndən sonra biz nəyi təyin edə bilərik? Məsəl üçün, yan səthinin sahəsi. 4 dənə yan səthi var da bunun, düzdürmü? Bir dənəsinin sahəsi A kvadratıdırsa, onda yan səthinin sahəsi olacaq 4A kvadratı. Başa düşüldü mü? Bu məntiqlə tam səthinin sahəsi desəydim, o 4A kvadratın üzərinə altla üstü də gələndə 2A kvadratını da gəlməlisiniz. Nəticədə düsturumuz olacaq. S tam bərabərdir 6A-nın kvadratı. Həcmi bəs? Bunu da bilirik A kubu. Əslində bu A kubu hardan gəlir? Ya ABC-də B-nin C-nin yerinə A-lar qoyun. 3 dənə A-nın hasılı yaranır. Amma ana düsturumuz necə idi prizmalar üçün? Kub da bir prizmadır da uşaqlar. Sadəcə xüsusi halıdır. S oturacaq kvadratdır deyə sahəsi A kvadratı. Vurulsun H. Bu da A-dır. Bərabərdir nəyə? A-nın kubuna. Çatdı mı? Sonra uşaqlar diaqonalı. Yenə özünün diaqonalı. Nəyə bərabərdir? A köşdə 3-ə. Bu hardan gəlir? Çox rahat görünür. Fikir verin. Bura A-dır. Bura A köşdə 2-dir. Onda bunların kvadratları cəmi kök altında olacaq A köşdə 3. Çatır maşallah. Tamam. Sonra diaqonal kəsiyinin sahəsi. Diaqonal kəsiyinin sahəsi. Bayaqlar danışdıq. Bir fiqurun diaqonal kəsiyi necə göstərilir? Oturacağının diaqonalını çəkirsiniz. Üst oturacağının da diaqonalını çəkirsiniz. Bunların arasında qalan hissə olur diaqonal kəsiyi. İndi bunun sahəsini necə taparıq? A vurulsun A köşdə 2. Nəticədə A kvadratı köşdə 2 yarandı. Çatır? Tamam. Sonra daxilinə çəkilmiş kürənin radiusu. Bax, fərz edin ki, bunun daxilinə bir dənə top yerləşdirmişik. Amma topu elə yerləşdirməliyik ki, bütün üzlərinə neynəsin? Toxunsun. Bayaqçılarda olmurdu. Çünki bayaqçılarda bərabər tərəflilik şərti yox idi. Amma burada olacaq.
onda daxilə yerləşdirilən kürənin radiusu bunun tilinin yarısına bərabər olacaq. Xaricinə yerləşdirsək bir dənə kürə, onda kürənin radiusu, yəni böyük yer, öz diaqonalının yarısı olacaq. Yəni A köşdə 3 bölünsün 2. Çatırmı? Tamam. Uşaqlar, indi baxırıq düzgün altıbucaqlı prizma. Uşaqlar, düzgün altıbucaqlı prizma, bu prizmanın şəklini çəkəndə elə çəkməlisiniz ki, ilk növbədə şəkli düzgün çəkmək formasına baxaq. Arxa üzdə olan bu til, ön üzdə olan bu tildən biraz uzun olsun. Normalda altıbucaqlını çəkirəm, hamısı bərabərdir axı. Amma siz şəkli çəkəndə bu arxada olan deməli tili öndə olan tildən biraz uzun çəkin. Niyə bunun üzərində mən xüsusi qaldım? Niyə dayandım burada? Çünki şəkli çəkəndə əgər o ikisini bərabər götürmüş olsaq, yuxarıdan aşağı çəkdiyiniz xəttlər üstə düşəcək. Çatdım nə demək istəyirəm? Bax, gör nə demək istəyirəm. Çox maraqlı bir şey dedim sizə. Bax, bir dənə altıbucaqlı çəkirəm. Məhəmməd kişi. Amma bunları elə götürdüm ki, yuxarı ilə aşağı eyni olsun. İndi bundan bir dənə də aşağıda çəkirəm. Və bunu kopyalayıram. Həmçinin bunları birləşdirirəm. Bunların birləşdirməsincə qırmızı ilə. İndi bax, buradan bura xətt çəkdim. Prizma belə qurulur da. Bu xətti çəkdim. Bir də bu xətti çəkəndə. Gördünmü nə yarandı? Üst-üstə düşdü. Yəni nəticədə hiss olunmadı. Amma mənim sizə tövsiyəm nədir? O öndəkini biraz qısa çəkin. Öndəkini qısa çəkəndə bunu tam izah edə bildim də, nə demək istəyirdimsə. Bunlar üstə düşür. Kənarlar rahat görünür. Amma bu çəkdiklərim üstə düşür. Ona görə deyirəm ki, şəkil bu formada çəkməyin. Bəs necə çəkməlisiniz dedik? Ya daha uzun, ya daha qısa. Fərqi yoxdur. Amma adətən uzun olanı arxa tərəfə salın. İndi bundan birini də kopyalayıram. İndi bu xəttləri çəksək. Şey versənmi? Nə oldu? Bunun üstə qırmızı oldu. Bax, bu xəttləri çəksək. Səliqəli məncə prizma yarandı. Aydındır? İndi bu prizma üçün gəlin görək hansı məlumatlarımız var. Onlara qaydaq. Deməli, oturacağı düzgün altıbucaqlı olan prizmaya dedik düzgün altıbucaqlı prizma. Şəkil çəkmək formasında öyrəndik. Yan səthinin sahəsini istəsəm sizdən. Yan səthinin sahəsi. Düzgündür deyə bir dənəsinin sahəsini taparam. AH və bundan da 6 dənə var deyə oldu 6AH. Ya da P oturacaq vurulsun H düsturu. Sonra tam səthinin sahəsini tapanda yan səthinin sahəsinin üzərinə 6AH-ın üzərinə oturacaqların sahələrini gəlməlisiniz. İndi maraqlı məqam nədir? Altıbucaqlının sahəsini necə tapırdıq? Aha. Mərkəzlə bütün təpələri birləşdirirdik, xatırlayırsınızsa. Sonra bunları birləşdirəndən sonra bu birləşdirdiyimiz xəttlər də elə yan tərəfə bərabər idi. Hamı xatırlayırmı? Altıbucağın sahəsini belə tapırdıq. İndi bir dənəsinin sahəsini tapıb 6-ya vurmuş olsaz
Altıbucaqlının sahəsini tapacaqsınız. Baxın, 6 dənə a kvadrat köşdə 3 bölü 4 bir oturacağın sahəsidir. Və bir də bunu niyə 2-yə vurmuşuq? Çünki biri aşağıda, biri yuxarıdadır. Dərk eləyə bilirik. Eşən yola versən mən deyəsən. Oruçxan yerə qoy, diqqətin məndə olsun. Həcm necə tapılır? Həcmin düsturu. S oturacaq vur H. Oturacağın sahəsini tapmağı danışdıq bayaqlar. 6 dənə kvadrat köşdə 3 bölü 4. Bir də vurmalısınız H-a. Uşaqlar fikir verirsinizsə 6 vurulsun a kvadrat köşdə 3 bölü 4 yazmışam və ixtisar eləməmişəm. Normalda ixtisar aparmalıydım. Məqsəd nədir? Başa düşmək üçün. Yəni biləsiniz ki, hardan gəlibdir bu. Yəni elə düsturu bu formada öyrənin. O sadələşmiş halına ehtiyac yoxdur. Bax, məsəl üçün kiçik diaqonalı. Burada yenə nə yazmalıyam? Özünün kiçik diaqonalı. Özünün kiçik diaqonalını tapmaq üçün oturacağın kiçik diaqonalı çəkilir. Altıbucaqda kiçik diaqonal a köşdə 3 idi. İndi bura a köşdə 3, burada h-dır. Onda bunun özünün kiçik diaqonalı Pifagor teoreminə görə h kvadrat üstəgəlsin a köşdə 3-ün kvadratı. Bir də var uşaqlar, altıbucaqda böyük diaqonal. Böyük diaqonal da oturacağın böyük diaqonalını çəkirdik. O düstur 2a-dır. 2a-nın kvadratı üstəgəl h-ın kvadratı böyük diaqonalının kvadratını verəcək. Siz Allah başa düşürsünüz. Məhəmməd kişi, qəlbə baxsan lövfiyə. Şokdasan mı? Həqiqətən şokda olunacaq bir şey yoxdur. Başa düşülür. Buyur. Kiçik böyle onu yaratır. O nə deməkdir? Yani o göstermiyor şifreler. Aha, bu a köşdə 3. Sayesinde içinde şifreleri göstermiyor. Hə, bunu, bu D2 yazmışıq ha. Alta göre biz de böyle değil, kiçik. Bəli, aşağıdakının adına görə ona kiçik diaqonal deyirik. Yəni özünün kiçik diaqonalının proyeksiyası oturacağın kiçik diaqonaldır. Böyük diaqonalın proyeksiyası oturacağın böyük diaqonaldır. Oldu? Bəli. Maraqlı tapdım. Bax bura. Mərkəzlə bütün təpələri birləşdirdik Murad. Bunların hamısını birləşdirdik. Altıbucaqlıda belə bir şey var ki, burada A, burada A, burada A olur. Çatdı mı? Bütün çoxbucaqlar onsuz da belə tapılır da. Mərkəzlə təpələri birləşdirməklə. İndi bax bura. Bunun sahəsi, bir dənə bərabər tərəfli üçbucağın sahəsi A kvadrat köşdə 3 bölü 4'dür. 6 dənə də var deyə vurduq 6-ya. Başqa sualımız var mı? Uşaqlar, prizma ilə bağlı başqa heç bir şey deməyəcəm sizə. Prizmanı, bax, bura qədər qaydasıdır. Buradan sonra da məsələ nümunələrdir. Yenə də axıra qədər baxarsınız. İndi istəyirəm sizə nədən danışım? Piramidadan, təbii ki. Piramida danışıram uşaqlar. Hə. Aha. O nə deməkdir? Bəli, o testlərdə lazımdır sadəcə. Testlərdə lazımdır, ayrıca qaydası yoxdur. Testdə nə deyirsə ona uyğun hərəkət eləyəcək. Başlayayım mı piramidaya? Bunu da keçməliyik uşaqlar. Deməli, tərifi nədir? Bir üzü hər hansı çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar olan fiqura piramida deyilir. Uşaqlar, bu tərifi başa düşmək biraz çətindir. Gəlin, sizə izah edeyim, görək nə demək istəyirəm. Bunu göndərim o tərəfə. Deməli, baxın bura. Burada hazır piramida olmalıdır. Bu nə vitaminsiz oldu? Aşağılar. Bismillah. Aman Allah. Mən də sevmiyim. Hə, baba. Bu yaxşıdır.
Hamısının. Hələ ki tanışlıqdır. Baxın bura. Deyir ki, bir üzü hər hansısa bir çoxbucaqlı. Məsəl üçün, baxın. Adlandırıram A, B, C, D. Oturacaq, məsəl üçün, dördbucaqlıdır. Qalan üzlərdə ortaq təpəli üçbucaqlardır. Ortaq təpəli nə mənada uşaqlar? Bütün yan üzlərdə olan üçbucaqların təpə nöqtəsi bax buradadır. Onda yaranan bu fiqurun adına deyəcəyik piramida. Əslində siz bunu indiyə qədər görürdünüz bu şəkili. Bu şəkili necə görürdünüz uşaqlar? Bir dənə baxın göstərim sizə. Bir dənə belə parallelogram çəkirdik, xatırlayırsınızsa. Sonra təpə nöqtə ilə fəzada bir dənə nöqtə götürürdük. Bunları bütün təpələrlə belə birləşdirirdim. Yaranan bu fiqurun adına da biz nə deyirdik? Piramida. Çatdı mı? Piramida buymuş. İndi davamına baxaq. Bu çoxbucaqlıya, bayaq dediyimiz çoxbucaqlıya piramidanın oturacağı, üçbucaqların adına isə nə deyəcəyik? Yan üzlər deyəcəyik. Davamı, yan üzlərin ortaq təpəsi piramidanın təpə nöqtəsidir. Yəni bu piramidada təpə nöqtə nədir uşaqlar? S-dir. S təpə nöqtədir. Sonra piramidanın oturacaqdakı çoxbucaqlı ilə adlandırırlar. Piramidanın oturacağı neçə bucaqlıdırsa, piramidanın adı həmin çoxbucaqlının tərəflərinin adı ilə bağlıdır. Məsəl üçün, desəm ki, bu piramidanı oxuyun. Yəni, bu piramidanın adı nədir? Dördbucaqlı piramida deyəcəyik. Niyə dördbucaqlı? Çünki oturacağı dördbucaqlıdır. Başqa bir piramida çəkib, adını soruşsam, yenə kino başladı da. Bu piramidanın adı nə olacaq? Üçbucaqlı piramida. Çünki oturacağı üçbucaqlıdır. Şimdi çatdıra bildim. Davamlı oxuyuruq. Deyir ki, oturacaqdakı çoxbucaqlı ilə adlandırılır və hərflərlə işarə etdikdə birinci təpə nöqtə yazılır. Bu nə deməkdir uşaqlar? Məsəl üçün, sənə desəm ki, bu piramidanı adlandır. Adlandırırsınızsa, ən birinci təpə nöqtənin adını deməlisiniz. Nədir təpə nöqtəsi? S. Sonra oturacaqdakı fiquru yazacaqsınız. Yəni, bu piramida nə oldu? S-A-B-S-D piramidası. Şimdi çatdıra bildim mi sizə? Tamam. Davamı. Oturacağı üçbucaq olan piramidaya üçbucaqlı piramida artıq bilirik. Dördbucaq olan piramidaya dördbucaqlı piramida. Oturacağı enbucaqlı olan piramidaya enbucaqlı piramida deyilir. Uşaqlar, bu giriş hissəsi, tanışlıq hissəsidir. Tam başa düşdüyümü, oturacaq nədir, yan üzlər nədir, təpə nədir, bunların hamısı aydındır. İndi gəlin davam eləyək, başqa qaydalar öyrənək. Deməli, enbucaqlı piramida üçün aşağıdakıları yaza bilərik. Üzlərinin sayı. Sizcə niyə n+1-dir? Bircə dənə aşağıda oturacaq var. Amma bayaq prizmada, yəni müqayisəli öyrənəcəyik bunu, n+2-dir. Fillərinin sayı. Prizmada 3n idi, burada 2n-dir. Burada 2n olma səbəbi, çünki aşağıda bir də yuxarıdakı bir nöqtə ilə bunları birləşdiririk. Yəni 2 dənə n yaranır. Təpə nöqtələrinin sayı aşağıdakılar üstəgəl yuxarıdakı. Yuxarıda bir dənədir. Ona görə düstur olur n+1. Amma prizmada 2n idi. N-dən aşağıda, n-dənə yuxarıda. Sonra diaqonallarının sayı yoxdur. Çünki piramidada diaqonal yoxdur uşaqlar. Amma diaqonal kəsiyi var. Diaqonal kəsiyidə yenə oturacaqdakı fiqurun neçə diaqonalı varsa, bir o qədər də diaqonal kəsiyi var. Aydın oldu mu? Tamam. Sonra baxırıq bu şəklimizə. Deyir, piramidanın təpəsindən oturacaq müstəvisinə qədər məsafəyə piramidanın hündürlüyü deyilir. Uşaqlar, piramidanın təpəsi S nöqtəsidir.
S nöqtəsindən oturacaqdakı müstəviyə qədər məsafəyə nə dedik uşaqlar? Piramidanın hündürlüyü. İndi baxaq. Şəkildə SABCD dördbucaqlı piramidası verilib. Artıq adlandırmasını bilirik. Dedik ki, adlandırma zamanı ən birinci təpədəki adı deməlisiniz. ABCD-nin adına nə deyəcəyik? Oturacaq. Sonra SAB. Görə bilirsinizmi SAB-ni? SAB, SAD, SCD, SBC. Bunların hər biri yan üzlərdir. Yan tillər nədir bəs? O təpədəki nöqtə ilə oturacaq təpələrini birləşdirən parçalardır. SA, SB, SC, SD onların hamısı adlanır yan tillər. Uşaqlar, bu şəkilə görə hündürlük nədir? SM. Sonra SH isə, görə bilirsinizmi SH-ı? SH isə yan üzün hündürlüyüdür. Sonra SCM bərabərdir alfaya. Görək nədir bu? İzləyin. SCM alfaya bərabərdir və bu alfanın adına deyirlər yan tilin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaq. Məsəl üçün, biz testlər işləyəndə belə bir şey görəcəksiniz. Deyir ki, məsəl üçün, üçbucaqlı piramidanın yan tili oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir. O zaman nə etməlisiniz? Həmin bu piramidanın hündürlüyünü çəkməlisiniz. Hündürlüyün oturacağı ilə təpəni birləşdirməlisiniz. Və bunlar arasında yan tillə həmin o çəkdiyimiz xətt arasındakı bucaq nə olacaq adı? Yan tilin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaq. Bir də uşaqlar, SHM-ə deyəcək beta, bir də baxın bura. SHM-ə beta deyəcək. Bu da olur yan üzün nəyi? Yan üzün hündürlüyü. Uşaqlar, SH yan üzün hündürlüyüdür. Yan üzün oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaq isə betadır. Bunun başqa bir adı da var. Oturacaqdakı ikiyüzlü bucaq. Uşaqlar, ikiyüzlü bucaq nə idi? İkiyüzlü bucaq nə idi? İki müstəvi arasındakı bucaq. İndi bu şəkildə oturacaqdakı ABCD-də müstəvidir. ABS də müstəvidir. Onda bu iki müstəvi arasındakı bucaq olacaq ikiyüzlü bucaq. Yəni beta. İlahi, görəsən başa düşürsünüz məni. Gələn dərs hiss eləyəcəm onu sizə. Uşaqlar, bir də var müstəvi bucağı. Müstəvi bucağı nədir? Təpədəki iki til arasında qalan bucaqdır. Deməli, yan üzlərin təpədəki bucaqlarına müstəvi bucaqları deyirlər. Məsəl üçün, buradakı yan üzlərdən birini götürürəm uşaqlar. DSC yan üzlü, düzdürmü? DSC yan üzünün buradakı bu bucağının adına deyəcək biz müstəvi bucağı. Çatırmı? Məsələn, ASD-də AS tili ilə SD tili arasındakı bu bucağın adına yenə nə deyəcəyik? Müstəvi bucağı deyəcəyik. Çatdı mı? Nədir? Bura müstəvi bucağı deyil. Aşağı, bura müstəvi bucağı deyil. Müstəvi bucağı təpədəki o tillər arasındakı bucaqdır. DSM xeyr. Ancaq təpədə olan tillər arasındakı bucaq olmalıdır. Təpədə olan tillər arasındakı bucağın adına müstəvi bucaq deyəcəyik. Çatdı mı? Bax, tərifin adına bax bir dənə. Deyir ki, yan üzlərin təpədəki bucaqları nə adlanır? Müstəvi bucaqları. Sonra davam edək uşaqlar. Görək başqa nə məlumatımız var. Deyir ki, piramidanın bir üzə aid olmayan iki yan tilindən keçən kəsiyinə diaqonal kəsiyi deyilir. Bunu siz belə başa düşün uşaqlar. Əgər oturacaqdakı fiqurun diaqonalını çəkə biliriksə,
həmin diaqonaldan keçən, bax bu kəsiyə, BSD kəsiyinə deyəcəyik diaqonal kəsiyi. Burada başqa diaqonal kəsiyi də varmı sizcə? Varsa adı nədir? ACS. Bunu necə çəkərəm uşaqlar? Oturacağım bir dənə AC diaqonalını çəkərik, düzdürmü? Və bu AC diaqonalının iştirakı ilə olan, bax bu müstəvi hissəsinə diaqonal kəsiyi deyəcəyik. Çatırmı? Tamam. Növbəti xassəmiz var, görək nədir? Deyir ki, piramidanın yan tilləri bərabər olarsa, onda yan tillərin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaqlar da bərabərdir. Başa düşülən cümlədirmi? Əgər piramidada yan tillər bərabərdirsə, onda bu yan tillərin oturacaq müstəvisi ilə əməl gətirdiyi bucaqları da bərabər olur. Bu zaman piramidanın hündürlüyünün oturacağı, oturacaqdakı çoxbucaqlının xaricinə çəkimini çevirən mərkəzinə düşür. Bunu belə də başa düşün uşaqlar. Keçən dəfə də danışdıq. Deməli, təpədən, məsələn, bu şəkildə S-dən fiqurun təpələrinə qədər məsafə bərabər idisə, təpəyə qədər məsafə bərabərsə, onda bu nöqtənin oturacağından bura çəkilən bu hissə həmişə nə olur da uşaqlar? Böyük. Təpəyə qədər olan böyük olurdu, tərəfə qədər olan kiçik yer. Xatırladınız da bu cümləni? Həmin şeyi yazmaq istəmişik. İndi növbəti xassəyə baxaq uşaqlar. Məsələn, bu şəklə baxın. Deyir, piramidanın yan tilləri oturacaq müstəvisi ilə bərabər bucaqlar əmələ gətirirsə, yan tillər, yəni SA, SB, SC, SD bərabər bucaqlar əmələ gətirirsə, yenə tillər bir-birinə bərabərdir və hündürlüyün oturacağı xaricə çəkimi çevirənin mərkəzinə düşür. Çatırmı? Tamam. Uşaqlar, burada da həmin şeyləri yazmışıq. Burada da yenə həmin şeyləri yazmışıq. Bir də daxilinə çəkilmə məsələsi var. Bunu da öyrənək. Deyir, piramidanın yan üzlərinin hündürlükləri bərabər olarsa, bir dənə piramida düşünün, yan üzlərin hündürlükləri bərabərdir. Onda deyəcəyik ki, yan üzlərin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaqlar bərabərdir və bu zaman piramidanın hündürlüyü oturacaqdakı çoxbucaqlının daxilinə çəkimi çevirənin mərkəzinə düşür. Bu da nə deməkdir uşaqlar? Bunun şəkli buradadır. Bir dənə baxın. Baxın, əgər bu fiqurun yan üzünün hündürlükləri bərabərdirsə, SM, SK, SM yan üzünün hündürlükləri bərabərdirsə, onda bu hündürlüklər oturacaq müstəvisi ilə bərabər bucaqlar əmələ gətirir və çəkilən bu SO hündürlüyü hara düşür? Daxilə çəkilmiş çevirənin mərkəzinə. Onda belə çıxır ki, mərkəzdən tərəfə qədər olan bu məsafə həmişə nəyə bərabər olacaq? Kiçik yerə. Çatır danışdıqlarım? Çatır? Yox. Biraz çatır. Bax, sadəcə nə demək istəyirəm? Yan üzün hündürlükləri bərabərdirsə, özünün hündürlüyünü çəkəndə, hündürlüyün oturacağından tərəfə qədər məsafə kiçik olacaq. İş bundan ibarət. Sadəcə bunu öyrətməyə çalışıram. Budur. Bir də belə bir şey var. İndi bu dəfə yan üzün hündürlükləri bərabər demirəm. Deyirəm ki, yan üzlər oturacaqla bərabər bucaqlar əmələ gətirir. Əgər yan üzlər oturacaqla bərabər bucaqlar əmələ gətirirsə, onda deyəcəyik ki, bu yan üzün hündürlükləri də bərabərdir. Yenə də öz hündürlüyünün oturacağı daxilə çəkilən çevrənin mərkəzinə düşür. Bayaq dediyimin elə bir ki, geriyə qayıtmış formasıdır. Eyni şeydir. Bu aşağıda da yenə bu şəkli izah eləmişik uşaqlar.
Növbəti baxırıq nəyə? Deyir, oturacağı düzgün çoxbucaqlı və hündürlüyünün oturacağı, qulasırsınızmı? Oturacağı düzgün çoxbucaqlı və hündürlüyünün oturacağı bu çoxbucaqlının mərkəzi ilə üstə düşən piramidaya düzgün piramida deyilir. Bu nə deməkdir uşaqlar? Bir piramidaya düzgün piramida deyə bilməyim üçün 2 dənə şərt olmalıdır. Birinci şərtimiz olmalıdır ki, oturacaqdakı fiqur düzgün olmalıdır. İkinci şərtimiz nədir bəs? O təpədən çəkilən hündürlük oturacaqdakı fiqurun mərkəzinə düşməlidir. Düzgün çoxbucaqlarda mərkəz var da. Məsələn uşaqlar, düzbucaqlının mərkəzi deyə bir şey yoxdur. Çünki düzbucaqlı özü nə deyil? Düzgün fiqur deyil. Amma kvadratda mərkəz deyə bir şey var. Çünki bu mərkəzdə həm daxilə çəkimi çevirən mərkəzi, həm də xaricə çəkimi çevirən mərkəzi var. Görürsən, çatdı? Valla sadə bir şeylərdir. Vaxtilə bunu demişik, vaxtilə yatışmışsınız. İndi imtihana az qalıbdır deyə. Hələ mən də apofem deməmişəm. Hələ bu hissəni çatdırıram sizə. Sən aşağını oxuma. Bu arada apofem sözünü demişəm indiyə qədər. Hələ onda gənc vaxtlarınıdır. Qulaq asın görək uşaqlar. Deməli, bir piramidanın düzgün piramida olması üçün 2 dənə şərt var dedim. Birinci şərtimiz oturacaqdakı fiqur düzgün olmalıdır. İkinci şərtimiz nədir? Hündürlük çəkəndə mərkəzə düşməlidir. Həm daxilə çəkilmiş, həm də xaricə çəkimi çevirən mərkəzinə düşməlidir. Və yaxud belə də başa düşə bilərsiniz ki, həm oturacaqdakı fiqur düzgün olmalıdır, həm də bütün yan tillər bərabər olmalıdır. Bütün yan tillər bərabərsə, onsuz da hündürlük gəlib mərkəzə düşəcək. İndi gəldik bura. Çox önəmli bir cümlə var burada. Deyir, düzgün piramidanın yan üzünün təpədən çəkilmiş hündürlüyünə piramidanın nəyi deyilir? Apofemi. Bir dənə düzgün piramida çəkirəm bura uşaqlar. Məsələn, bax. Bax, bu nədir? Düzgün piramida. Düzgün olduğunu hardan bildim? Oturacaq bərabər tərəfli üçbucaqdır. Mütləq belə olmalıdır. Və bu yan tillərin hamısı bir-birinə bərabər olmalıdır. Bax, bu piramidanın adına deyəcək nə? Düzgün piramida. İndi, düzgün piramidanın bir yan üzünün hündürlüyünə, bunu gəl başqa bir rənglə göstərim. Məsəl üçün, bu deyə bax, çəkdiyim bu hündürlüyə. Balaca H deyəcəm adına. Apofem deyirlər. Apofem nə olduğunu başa düşdün mü indi? Hündürlük. Nəyin hündürlüyü? Yan üzün hündürlüyü. Bir də təbii ki, bu piramidanın öz hündürlüyü var. Öz hündürlüyünü böyük H-la deyəcəyik. Yan üzün hündürlüyünü kiçik H-la deyəcəyik. Öz hündürlüyünün adı elə hündürlükdür. Aydın oldu mu? Yan üzün hündürlüyünün adına isə apofem deyəcəyik. Çatdın bu hissələr? Tamam. İndi davam edirik uşaqlar. Görək növbəti nə məlumatımız var. Deyir ki, düzgün piramidanın yan üzləri bir-birinə bərabər olan bərabər yan üçbucaqlardır. Olsa aydındır. Yazmasaydık da başa düşüləndi. Sonra yazmışıq. Düzgün piramidanın bütün yan tilləri bərabərdir. Bu da yenə aydındır məncə. Növbəti yazmışıq. Düzgün piramidanın bütün yan tillərinin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaqları bərabərdir. Yox, başa düş, başa düş. Bütün yan tillərinin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaqları bərabərdir. Gəl bir dənə şəkil çəkim. Aydındır mı şəkil?
Şəkil aydınsa, indi gör nə demək istəyirəm. Əgər bu düzgün piramidadırsa, bütün yan tillərinin, məsələn, bax bu B-lər dedik də bunun adına bayaqlar. Bütün bu yan tillərinin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucaqları bərabərdir. Onda nə edərsiniz? Buradan bir dənə hündürlük çəkərsiniz. Buradan bura çəkəndə, burada əmələ gələn bucaqla, buradan bura çəkəndə, burada əmələ gələn bucaq, buradan bura çəkəndə, burada əmələ gələn bucaq, buradan bura çəkəndə, burada əmələ gələn bucaq, hamısı bir-birinə bərabərdir. Bax, bunu demək istəyirik. Çatdı mı? Sonra növbəti məlumatımız. Deyir ki, düzgün piramidanın apofemləri bərabərdir. Əgər uşaqlar düzgün piramidada bütün yan üzlər bərabərdirsə, onda onların hündürlükləri də bərabərdir. Belə çıxır ki, apofemlər də bərabərdir. Aydın oldu mu bu hissəsi də? Tamam. Bunu da dedim. Sonra oxuyaq. Düzgün piramidanın yan üzlərinin oturacaqla əmələ gətirdiyi bucaqları, yəni oturacaqdakı ikiyüzlü bucaqları, onlar da bərabərdir. Alfalar yox. Alfalar yan tilin oturacaqla əmələ gətirdiyi bucaqdır. Bu amma yan üzün oturacaqla əmələ gətirdiyi bucağı deyir. Yan üzün oturacaqla əmələ gətirdiyi bucağı tapmaq üçün apofemi çəkməlisiniz. Aydın oldu mu? Bu apofemi birləşdirməlisiniz mərkəzlə. Bax, burada yaranan bu bucağın adına deyəcəksiniz, oturacaqdakı ikiyüzlü bucaq. Şəkil çox qaçdı, yenidən çəkirəm. Hal-hazırda ərinmirəm. İstəyirəm ki, başa düşəsiniz. Məqsəd odur. Deməli, bunları çəkdim. İndi uşaqlar, indi oturacaqdakı ikiyüzlü bucağı göstərməliyəm. Bunun üçün nə iş görürəm? Nə dedim aşağılar? Yan üzün hündürlüyünü çəkin, yəni apofemini çəkin. Sonra öz hündürlüyünü çəkin. Yaxşı mı? Bu öz hündürlüyünün oturacağı ilə apofemin oturacağını birləşdirin. Yaranan bax bu bucağın adına deyəcəyik oturacaqdakı ikiyüzlü bucaq. Və yaxud yan üzün oturacaqla əmələ gətirdiyi bucaq. Burada 90 dərəcə olacaq. Bu testlərdən çox istifadə edəcəyik. Bəli, xətti bucaq demək olar. Əhsən sənə. Bunun burası da kiçik yerdir. Niyə kiçik yerdir? Çünki mərkəzdən tərəfə qədər məsafədir. Bayaqki şəkildə, bunu bura çəkmişdim bayaqki şəkildə. Bura böyük yer idi. Amma buna alfa demişdik. Yaxşı olacaq. Ümidlərim artır. Bax, məsələn, yox, indi ümumi tanışlıq idi. Tanışlığımız qurtardı. Piramida ilə tanışlıq idi da aşağılar. İndi yan səthi tam səthinə baxacaq. Ondan sonra rahat deyəcəm ki, tanışlıq qurtardı. Növ-növ baxacaq. Qulağısını ağlaşmayın. Sizə deyən var, imtahan hazırlaşın. Gül kimi oturmuşsunuz da evinizdə. Qulağısını aşağılar. Piramidanın yan səthi tam səthi. Fikir versinizsə, bayaqdan bunlardan danışmırıq, sahələrdən, həcmdən danışmırıq. Yəni, onlar haqqında da danışaq. Deyir ki, piramidanın yan üzlərinin sahələrinin cəminə yan səthinin sahəsi və ya sadəcə yan səthi deyilir. Və necə tapılır aşağılar? Düzgün piramidanın yan səthinin oturacağının perimetri ilə apofemi hasilinin yarısına bərabərdir. Nə etməliyik? Əgər piramida düzgündürsə, oturacağının perimetrini tapacaqsınız, yarıya böləcəksiniz və apofemə vuracaqsınız. Ya da belə başa düşün. Bir üzün sahəsini tapın. Bir üzün sahəsi AH bölü 2. Vurursunuz yan tərəflərinin sayına. AH bölü 2-ni vurursunuz yan tərəflərinin, yəni neçə bucaqlıdırsa ona. İndi piramidanın yan səthinin sahəsi ilə oturacaqlarının sahələri cəminə
Onun nəyi deyəcəyik uşaqlar? Tam səthinin sahəsini deyəcəyik. Tam səthin sahəsi necə tapılır? Yan səthinin sahəsi üstə gəlsin, onsuz da bir dənə oturacaq var da. Bir dənə oturacağının sahəsi. Sonra xatırlayırsınızsa, mən sizə ortoqonal proyeksiyadan danışırdım. Deyirdim ki, mailin kölgəsinin adına proyeksiya deyirik, amma fiqurun kölgəsinin adına ortoqonal proyeksiya deyirik. İndi piramidaların yan üzlərinin oturacaqla əmələ gətirdiyi bucağın kosinusu elə nəyə bərabərdir uşaqlar? S ortoqonal proyeksiya bölünsün S fiqurun özü. Və yaxud ümumi düsturu bu formada yazmaq olar. S oturacaq bərabərdir. S yan vurulsun kosinus beta. O beta nədir dedim? Haradakı bucaqdır? Oturacaqdakı ikiyüzlü bucaqdır. Növbəti gəlir. Nədir? Eşitmirəm. Həzm eləmək istəyirsən? Nə armindir? Videonu durdura baxarsan. Yaxşımı? Bir də bunları mütləq oxuyarsınız. Oxuyun, sonra videosuna baxın uşaqlar. Sonra bir dəfə videoya baxın, bir dəfə də oxuyun. Nəticədə neçə dəfə olur? 4 dəfə. 4 dəfə bunların üstündən keçmiş olsaz, bir də təbii ki, misal həllərinə baxın. İndi vaxt baxımından çatdıra bilmirik misal həllərini. Baxaq, piramidanın həcmi. Piramidanın həcmi nə idi uşaqlar? V bərabərdir. 3/1 vurulsun. S oturacaq vur H. Yadınızda qalsın ki, fəza cisimlərinin əgər təpə nöqtəsində bir nöqtə varsa, yuxarısında bir nöqtə varsa, onda həcm düsturlarının əvvəlində 3/1 olmalıdır. Dərk edin görüm nə demək istədim. Elə ki, 3/2'sini qopardıb çıxartmışıq. Prizmanın 3/2'sini qopardıb çıxardanda yerdə 3/1 qalır. Nə deyirsən kişi? Yuxarıda bir nöqtə varsa, həcm düsturunun əvvəlində 3/1 var. Oldu mu? Tamam. Sonra deyir ki, bu düstur oturacaqdakı ikiyüzlü bucaqları bərabər olan ixtiyari piramida üçündə doğrudur. Yəni, oturacaqdakı bu ikiyüzlü bucaqlar, məsələn, bu şəkilə baxın aşağılar. Bu şəkildə oturacaqdakı ikiyüzlü bucaq bu da buradır. Beta. Bu betalar bərabərdirsə, onda bu həcm düsturunu buna da tətbiq eləmək olur. İndi uşaqlar, bu danışdıqlarımı, bura qədər danışdıqlarımı növ-növ sizə danışmalıyam. Nə danışdım ki bayaqdan? Xeyr. Nə danışdıq aşağılar? Ümumi piramida haqqında danışdıq. İndi növ-növ baxacaq. Birinci baxırıq, düzgün üçbucaqlı piramida. Düzgün üçbucaqlı piramida oturacağı nə olandır? Oturacağı bərabər tərəfli üçbucaq olan piramidadır. Yəni, bütün bunların hamısı nəyə bərabərdir? A-ya. Deməli, öz hündürlüyü böyük H, yan üzün hündürlüyü də kiçik H, yəni apofemi kiçik H-dır. İndi uşaqlar, istəyirəm ki, yan səthinin sahəsini deyəsi mənə. Yan səthinin sahəsini necə taparam? Bir yan üzün sahəsini taparam. Bax, bu yan üzün sahəsi oturacağı A-dır, hündürlüyü H-dır. Onda sahəsi AH bölü 2-dir. Və bundan da neçə dənədir? 3 dənə. Ona görə düstur oldu. 3AH bölü 2. Tam başa düşdünüz bu düsturu? Alınmasını başa düşdük. Uşaqlar, özünüz də hiss edirsiniz ki, fəza məsələlərində düsturu oturub əzbərləməyə ehtiyac yoxdur. O əvvəllərini bilirsinizsə, davamı gələcək. Yəni, da gecəzi gündüzə qatıb bu düsturu əzbərləməyin. Mahiyyətini başa düşürsənsə, düstur özü avtomatik yaranır. İndi keçirik tam səthinin sahəsinə. Paralelipipedlərin, daha doğrusu piramidaların tam səthinin sahəsi necə tapılır? Yenə yan səthinin sahəsinin üzərinə S oturacağı gəlməlisiniz. İndi bu fiqurda S oturacaq nədir aşağılar? Oturacaq nədir? Bərabər tərəfli üçbucaq. Ona görə A kvadrat köşdə 3 bölü 4'ü
3AH bölü 2-yə əlavə eləməlisiniz. Yenə dərk eləyə bildikmi? Tamam. Sonra uşaqlar, həcmini görün necə yazıb saxlamışam. Normalda 3/1 S oturacaq vur H-dır. 3/1 hiss olunur ki, qalıbdır yerində. S oturacağın yerinə də A kvadrat köşkdə 3 bölü 4 yazmışıq. Çatırmı? Tamam. Vurulsun H, o da ki öz yerində. Sonra uşaqlar, gəlin bu erlərə bir dəfə də toxunaq. Əslində bunu bilirik. Təpədən təpələrə qədər məsafə bərabərdirsə, onda mərkəzdən təpəyə qədər olan bu məsafə nə olur da uşaqlar? Böyük yer xaricə çəkilmiş. Bunun haqqında bayaqlarda danışdım. Mərkəzdən tərəfə qədər olan isə olurdu kiçik yer. Böyük yerimiz A köşkdə 3 bölü 3'dür. Kiçik yerimiz isə A köşkdə 3 bölü 3'ün 6'dır. İndi danışırıq tetraeder haqqında. Uşaqlar, tetraederlə, qulaq asırsınızmı? Tetraederlə düzgün üçbucaqlı piramida arasındakı fərq sizcə nədədir? Tetraederdə bütün üzlər bərabər tərəfli üçbucaqdır. Amma düzgün üçbucaqlı piramidada yalnız oturacaq bərabər tərəfli üçbucaqdır. Fərqini başa düşə bildiniz? İndi, gəlin bunun üçün də yenə o düsturlarımızı öyrənək. Yan səthinin sahəsi nəyə bərabərdir? Yazmışam ki, 3 vurulsun S üz. Görürsən nə demək istəmişəm? 3 dənə yan üzü var. Bir dənəsinin sahəsini tapın. Vurun 3'ə. Onda belə çıxır ki, tetraederdə S yan nəyə bərabərdir? 3 vurulsun A kvadrat köşkdə 3 bölü 4. Axı bütün yan üzlər bərabər tərəfli üçbucaqdır. Bu məntiqlə tam səthinin sahəsini istəsəydim səndən, əlavə 1'i də gələcək. Ona görə 4 dənə S üz olacaq. Yenə də bir üzün sahəsini tapırsınız, 4'ə vurursunuz. 4 vurulsun A kvadrat köşkdə 3 bölü 4. Aydındır? Ya da ki bu 4'ləri apardım. A kvadrat köşkdə 3. Aydın olurmu inşallah? Sonra həcmi A-nın kubu vurulsun köşkdə 2 böl 12. A kubu köşkdə 2 böl 12. Maraqlı çalınmasın deyim. Bəli, təbii ki. Deməli, düstur budur da. V bərabərdir 3/1. S oturacaq. Oturacaq nə idi? A kvadrat köşkdə 3 böl 4. Vurulsun H. İndi gəlin bu H-ı tapaq. H-ı tapmam üçün görün nə iş görürəm. Bunu birləşdirirəm. Bunu birləşdirirəm təpə ilə. Təpə ilə birləşdirmişəmsə bu nədir? Böyük yer. Böyük yerin düsturu A köşkdə 3 böl 3. İndi uşaqlar, bax bu üç bucağa Pifagor tətbiq eləyib H-ı tapıram. H-ın kvadratı bərabərdir. A-nın kvadratı çıxılsın, bunun kvadratı. A kvadratı 3 bölünsün nə? 9. İxtisar eləmin olduğu kimi ortaq məxrəc eləyin. 9'da 9A kvadratından 3A kvadratını çıxanda 6A kvadratı. İndi kök alın. H bərabər olar. 6'dan heç nə çıxmır. Köşkdə 6. A kvadratından A çıxır. 9'dan da 3 çıxır. Yəni hündürlüyü köşkdə 6 A bölünsün 3'dür. İndi uşaqlar burada kökdə 6A bölünsün 3 yazıram. İndi baxın. Köşkdə 3 ilə köşkdə 6 eləyir köşkdə 18. Köşkdə 18 3 köşkdə 2 deməkdir. Bu 3 ilə bu 3 getdi. A kvadratını A'ya vurdum. A kubu. Bir dənə də köşkdə 2 qalıb. A kubu köşkdə 2. 3'ü də 4'ə vurdum. Məxrəc oldu 12. Başa düşdünüz? Nə olur? Diklənir. Uşaqlar, mən bunu da izah elədim sizə. Düzdürmü? Bax, burada alınmasını da göstərdim. Bu iki dənəsi alınması həqiqətən çox çətindir. Yəni, qurmalar eləməliyik. Mən o qurmaları göstərməliyim sizə. Amma ki, bu buraxılış ərəfəsində bunların alınmasına ehtiyac yoxdur.
Kim ki birinci qrupdur, bloka hazırlaşır. Hə, orada bunların alınmasını deyəcək. Birinci qruplar bunun alınmasını eşidəcək. Çatdı mı? Tamam. Davam edirik. Allah köməyiniz olsun. Sizə deyən var imtahan hazırlaşın. Həmişə bunu demişəm. Həmişə demişəm. Hə, isbata görə. İndi uşaqlar, düzgün dördbucaqlı piramida var burada. Qulaq asın mənə. Düzgün dördbucaqlı piramidada oturacaq nə olacaq? Kvadrat. Yatışırlar. Bir oyanın görək. Muradın əlacı olsa uzanar oralara bir yerə. Bir fikriniz məndə olsun. Deməli, düzgün dördbucaqlı piramidanın oturacağı nə dedim? Kvadratdır. Sonra lazım olan məlumatları çəkmişik, qeyd eləmişik bu şəkildə. Gəlin digərlərinə baxaq uşaqlar. Yan səthinin sahəsi AH bölü 2-dir, bir dənəsinin sahəsi. Düzdürmü? Və 4 dənə var deyə vurmuşuq 4-ə. Tam səthinin sahəsində bu düsturun üzərinə bir dənə də əlavənə gələcəksiniz. A-nın kvadratını. Sonra həcminin düsturu 3/1 A kvadratı vurulsun H-dır. Sonra düzgün altıbucaqlı piramida. Düzgün altıbucaqlı piramidada nə baş verəcək? Oturacağımız nədir? Düzgün altıbucaqlı. Yenə şəkili çəkəndə tövsiyəm öz yerində qalır. Nə idi ki tövsiyəm? Arxadakını biraz uzun, öndəkini qısa çəkin. Onda xəttlər üstə düşməyəcək uşaqlar. İndi bu şəkildə də yenə istəyirəm ki yan səthinin sahəsini müəyyənləşdirək. Yan səthinin sahəsi nəyə bərabər olar? 6 dənə AH bölünsün 2. Çünki bir üzün sahəsi AH bölü 2-dir. Və bundan da neçə dənə var? 6 dənə. Tam səthinin sahəsində həmin bu yan səthinin sahəsinin üzərinə oturacaqdakı altıbucaqlının sahəsini əlavə eləməlisiniz. Aydın olurmu? Sonra həcm düsturu yenə 3/1 S oturacaq vurulsun H-dır. Görə bilmişsiniz də. Biraz da sadələşdirmə eləyib son halını yazmışıq bura. Növbəti gəlir uşaqlar. Növbəti gəlir. Üçbucaqlı piramida. Üçbucaqlı piramidanın yan tilləri cüt-cüt perpendikulyardır. Üçbucaqlı piramidanın yan tilləri nədir? Cüt-cüt perpendikulyardır. Onda bu şəkil necə olacaq? Baxın bu formada. Uşaqlar, buralar fikir verirsinizmi? A ilə B, B ilə C, bir də arxada olan A ilə C. Əgər bunların üçü də bir-birinə perpendikulyardırsa, onda nə deyəcəyik? Yan tilləri cüt-cüt perpendikulyar olan piramida. Həcmini tapmaq üçün 6/1 ABC düsturundan, yan səthinin sahəsini tapmaq üçün AB üstəgəl AC üstəgəl BC bölü 2 düsturundan istifadə olunur. Bu 6/1 ABC-ni necə dərk eləyəcəksiniz? Uşaqlar, siz fərz eləyin ki, qulasırsınız mənə, siz fərz eləyin ki, bu piramidanı mən bu AB üzü üstündə çevirmişəm. Yəni, elə bir ki, bunu yıxmışam. Nəticədə bu AB olan üz bu piramidanın nəyinə çevriləcək? Oturacağına. İndi həcmini tapıramsa V bərabərdir. 3/1 vurulsun S oturacaq. Düzbucaqlı üçbucağın katetləridir. A ilə B. Onda sahəsini necə tapın? 2/1 AB. AB bölü 2 də deyə bilərəm. 2/1 AB yazıram. Uşaqlar, siz bunu yan üstə çevirəndə bu C bunun hündürlüyünə çevrilir. Bir dənə də vurulsun C. Nəticədə bu düsturu yaşayın. 6/1 ABC. Başa düşdünüzmü? Yəni, əslində bu çevirmələr falan dərk eləyirsinizsə, 6/1 ABC düsturunu əzbərləməyimizə ehtiyac qalmır.
Sadəcə başa düşün ki, düz perpendikularlıq varsa, bunu bir yan üstünə çevirmək lazımdır. Bəs yaxşı, bu ikinci düsturumuz. S-yan düsturu hardan gəlir? Bunu da danışaq. S-yan bərabərdir. Buranın sahəsi A bölü B bölü 2. Sonra bu hissənin sahəsi BS-yə uyğun olan BS bölü 2. Bir də arxa üzdəki sahə, o da AC bölü 2. Məxrəclər deyəndə toplayırsınız, nəticədə bax bu düstur ortaya çıxır. Siz Allah başa düşürsünüz. Tamam. Növbəti 2 dənə məlumatım qaldı uşaqlar, onu da deyim. Kəsik piramida. Kəsik piramida nədir uşaqlar? Elə bilin ki, normal piramidanı yuxarıdan kəsib üst hissəsini atmışıq. Bu arada kəsik piramidanın üst hissəsini atanda o atılan deməli piramidada böyük o kəsilməmişdən əvvəlki piramidaya həmişə oxşar olacaq. Bir yaşayın. Aydın oldu mu nə demək istədimsə? Normal bir dənə piramida düşünün. Siz oturacağı paralel bir dənə xətlə kəsib yuxarı hissəsinə atsaz, o atdığınız piramida kəsilməmişdən əvvəlki piramidaya həmişə oxşardır. Aydındır? Tamam. İndi uşaqlar, böyük hündürlük, deməli, böyük H öz hündürlüyüdür. Kəsik piramidanın öz hündürlüyüdür. Kiçik H-da yan filinin, yan üzünün hündürlüyüdür. S-yan necə tapılar? S-yanı tapmaq üçün əslində bu düsturu əzbərləməyinizə ehtiyac yoxdur. Nə də bu birisini əzbərləməyinizə ehtiyac yoxdur. Tövsiyəm nədir uşaqlar? Amma bunu mütləq əzbərləməlisiniz. Ya bunun çıxarışını bilməlisiniz ki, o da çox çətindir. Birinci ilə ikinciyə baxaq uşaqlar, üçüncüsünü mütləq əzbərləyəcəyik. Deməli, mən bunun yan səthinin sahəsini tapıramsa, bu trapesiyanın sahəsini tapıram. Aydındır. Bundan bir dənə də qarşısında var da. Toplayıram. Sonra öndəki trapesiyanın sahəsini tapıram. Bir də arxada var deyə bunu da toplayıram. Nəticədə bunların hamısının cəmi bizə nəyi verir? Piramidanın yan səthinin sahəsini. Məhəmməd B-nin yanında deyəsən. 100%. Deməli, qarşı-qarşıya olan üzlər trapesiyalardır. Bu trapesiyaların sahələrini tapıb toplayıram sadəcə. İndi, eyni məntiqlə tam səthinin sahəsini istəsəm, yanların üstünə həm alt oturacağı, həm də üst oturacağı əlavə eləməliyəm. Amma bunlar eyni fiqurlar olmadığına görə uşaqlar. Ona görə birinə S1, birinə də S2 demişik. Sonra, həcmi necə tapılır? Həcmi. Uşaqlar, düstur əslində yenə də dəyişmir. 3/1 vurulsun S oturacaq vur H-da. Sadəcə olaraq S oturacağın yerinə bax belə qəribə bir şey yazılıb. Bax, bunun bu hissəsi S oturacaqdır. S oturacağın əvəzinə yazacaqsınız. S1 üstəgəl S2, yəni yuxarı oturacaq üstəgəl aşağı oturacaq. Bir də üstəgəlinizin kök altında bunların hasili. Aydındır mı? İndi yenə deyirəm, bu kök hardan gəlir? Bunun izahını mən sizə verməyim üçün nə etməliyəm? Vaxtınız olsa özünüz söyləyərsiniz, yazarsınız. İndi uşaqlar, bunu necə taparıq? Bunu tapmamız üçün böyük piramidanın həcmindən o atılan piramidanın həcmini çıxmalıyıq. Çatırmı? Nəticədə qalacaq kəsik piramidanın həcmi. Tamam. Bir də uşaqlar, oxşarlıqla bağlı şərtlərimiz var. Bunlar məsələ nümunələridir. Buna baxın. Məsələ 29. Məsələ 29-da görün nələr var. Deməli, əgər piramida oturacağa paralel olan başqa bir müstəvi ilə kəsilibdirsə, o zaman nələr baş verəcək? Deyir ki, piramidanı kəsən müstəvi oturacağa paralel olmaqla hündürlüyü təpədən 3/4 nisbətində bölür. Onda uşaqlar yuxarı hissəsinə 3K, aşağı hissəsinə 4K.
Kiçik piramidanın hündürlüyü nə oldu uşaqlar? 3K. Bəs yaxşı, böyük piramidanın hündürlüyü nə oldu? 7K. Hamısını götürməlisiniz. Və bunlar bir-birinə nə olur dedik bayaqlar? Oxşar. Əgər oxşardılarsa, bu sahələrin nisbəti hündürlüklər nisbətinin kvadratı olacaq. 9 bölünsün 49. Həcmlər nisbəti amma təbii ki, kubla olacaq. Nə oldu? Kub qoyanda elə bil. Yox, həcm burada sahədən söhbət gedir axı. Orada 949. Hə, 9K bir də 49K. Çıxanda da nə qalacaq? 40K bərabərdir 400, 200. Oradan da K5 çıxır. Və bax 9K, 49K. Görə bilirsiniz K5. Onda oturacağın sayısı 245. Kub həcm üçün dedim. Həcmdən söhbət geçsəydi, kubdan yazar, kubdan danışardıq. Bu dediklərimə baxın uşaqlar. Bu çəkdiyim şəkil üçün, və buradakı bu şəkil üçün xassələr yazmışıq. Birinci, deyir bu müstəvi yan tilləri və hündürlüyü mütənasib parçalara bölür. Yəni müstəvi çəkəndə o hündürlüklərin nisbəti yan tillərin nisbəti ilə eyni olur. Sonra ikinci, kəsişdə alınan çoxbucaqlı oturacağa həmişə oxşar olur. Bu da aydındır məncə. Sonra kəsiyin və oturacağın sahələrin nisbəti təpədən olan məsafələrin nisbətinin kvadratına bərabərdir. Fikir verdinizmi? Sahələrin nisbəti o məsafələrin nisbətinin kvadratıdır. Həcmdə isə nisbətin nəyidir? Kubudur. Dərsimizin izahı bu qədər uşaqlar. Təbrik edirəm sizi. Dərsin axırına gəldik, çatdıq.